Salam əbri, vaxtınız xeyirli olsun. Demək elə bir çəkən təmirə gətiriblər saraydan. Problemi var. İndi orta nəticəni bir yerdə izləyək. Demək, açmağa davam edirəm. Burada nömrə olub, silinib. O müştəri mənə deyir ki, ustada olmayıb. Demək, bu şestrinada çatları var. Boğaz gəlib aşağı. Dişli çarxda belə deyək. Şestrina boğaz hissədən yeyilib. Şestrinada qüsuru yoxdur, amma ara məsafələri hamısı dolub. Hamısı təmizləyək. Dişli çarxları götürdük. 2 ədəd yeni. Hissəni təmizlədik. Bu hissəyə dişli çarxın qırıntıları var. Solidol var tərkibində. Bu dişli çarxın da ara hissələrin hamısını təmizlədik. 3 ədəd şaybasını qoyduq. İç hissədən, çöl hissədən hər bir şey yağlandı. Öz yağı dopskinadır ondan. Keçid eləyik yakır hissəsinə, fikir verin, qaralıb. Yakırın rəngini özünə getirdik. Qabın iç tərəfində kömürün izləri var. Üzərinə bağladıq, yastıqları yerindədir. 2 ədəd burada, 1 ədəd də üzərində. Qabın içi tərtəmizdir. Yakıra fikir versə çiçək kimi təmizləndi. Təmizlədik. Nəticə